Bəli, İspaniyanın Gran Canaria adasında yeniyetmələrmə Avropa çempionatına start verildi. Bugün diqqətimiz 50 kiloqram çəki dərəcəsində olacaq. Videomuzun baş qəhrəmanı isə artıq anladığınız kimi Azərbaycan millisinin gənc dahisi Nihat Ağayevdir. Bu oğlanın çox güclü judosu soyadı var. Görünür, böyük həmkarı Balabəyin uğurları onu əməlli başlı motivasiya edib. Bugün Nihat İspaniyadakı Avropa çempionatında sadəcə ən yaxşısı idi. Əslində bu artıq bir ənənədir. Azərbaycanın yüngül çəkili judosuları həm yeniyetmə və gənclərdə, həm də böyüklərdə hər zaman möhtəşəm nəticələr göstərirlər. Bugün də istisna olmadı. Nihat beynəlxalq arenada yalnız bu il debüt edib. O, aprelin sonunda Berlində keçirilən Avropa kubokunda qızıl, mayın ortalarında isə Polşada bürünc medal qazanmışdı. İndi isə bu çəkidə millinin lideri kimi ölkəmizin şərəfini qorumaq üçün Avropa çempionatına yollanıb. Və budur, o Macarıstan təmsilçisinə qarşı mübarizə apardığı ilk mərhələni tamamlayır. Xalla geridə olmasına baxmayaraq, əla bir kürək üstü fəndlə xal qazanır. Ardınca rəqibini saxlamaya salaraq, görüşü vaxtından əvvəl qələbə ilə bitirir. Turnirdə 43 ölkədən 425 gənc idmançı iştirak edir. 50 kiloqram çəkidə isə 28 idmançı mübarizə aparırdı. İndi isə 4-də 1 final. Burada o, Türkiyə təmsilçisi Süleyman Doğruya qarşı döyüşür. Nihat Ağ, rəqibi isə göy kimonodadır. Dostlar, şərhlərdə yazın. Bu mövzuda videolar xoşunuza gəlirmi? Əgər yaxşı aktivlik, bəyənmə və baxış görsəm, bu cür icmallara davam edəcəm. Çünki burada çox maraqlı hadisələr baş verir. Üstəlik, bu 18 yaşadək idmançıların ən əsas qitə yarışıdır. Onları indidən izləmək lazımdır ki, illər sonra böyük təbilgə turnirlərində görəndə hansı yollardan keçdiklərini bilək. Göründüyü kimi kifayət qədər gərgin mübarizə gedir. Türkiyəli idmançı da bu yaş qrupunda yaxşı yarışır və ciddi müqavimət göstərir. Lakin bu çəkinin liderləri sözsüz ki, Azərbaycanlılardır. Nihat bu turnirdə ilk dörtlükdə qərarlaşıb. Və budur, o əla bir ayaq fəndi. Zamanında edilən süpürmə ilə Yuko xalı qazanaraq hesab açır. Rəqibini tataminin kənarında mükəmməl yaxalayır. Ardınca dərhal saxlamaya keçir və rəqibinin kürəyini tatamiyə yapışdırmağa çalışır. Lakin Türkiyəli idmançı təslim olmaq istəmir. Çox çevikdir və fırlanaraq çıxmağa çalışır. Combina mitad, pero porque ¿quién te sustituye? No, ahora te pregunto. Yarımfinalda rəqib Niderland təmsilçisi Heymansdır. O, bu il Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa kubokunun bürünc mükafatçısıdır. Digər tərəfdən isə bu çəkidə finala doğru başqa bir idmançımız, cədvəlin 2 nömrəsi Fərid Rzazadə irəliləyirdi. Fərid ilk görüşdə Ermənistan, 4-də 1 finalda Ukrayna, yarımfinalda isə İsrail təmsilçisini məğlub etmişdi. Rzazadə bu il Tbilisi Avropa kubokunun qalibi və Gəncədəki yarışın gümüş mükafatçısıdır. Reytingdə Nihatdan daha yüksəkdədir. Yarımfinal görüşünə qaydaq. Artıq 2 dəqiqə arxada qalıb. Bu yaş qrupunda uşaqlar çox aktiv və sürətli döyüşürlər. Çünki enerjiləri aşıb daşır. İndi 50 kiloqramda vuruşsalar da, bir ildən sonra təbiətin qaydaları ilə ən azı 60 kiloqramda çıxış edəcəklər. Gələcəkdə onları yüngül çəkilərin əsas simaları olaraq görəcəyik.
Görüşün bitməsinə 40 saniyə qalmış Nihat yenidən kürəküstü fəndə girir və Vazari xalı qazanır. Bu artıq üstünlük deməkdir. Son yarım dəqiqə gənc judosumuzun xeyrinə işləyir. Rəqib var gücü ilə hesabı bərabərləşdirməyə çalışsa da, Nihat həm də saxlamaya keçir. Vaxt bitir və Ağayev finala yüksəlir. Onu təbrik edirik. And first finalist in the category under 50 kilograms, in blue for Azerbaijan, Nihat Agayev. Bizi tam bir Azərbaycan finalı gözləyir. 50 kiloqramda iki idmançımız qızıl medalı öz aralarında bölüşəcəklər. Bu hər zaman qürur vericidir və Azərbaycanın bu yaş qrupunda yüngül çəkilərdəki hegemonluğunu bir daha sübut edir. Qeyd edək ki, hər iki idmançımızın, həm 17 yaşlı Nihatın, həm də rəqibi Fərid Rzazadənin qara kəməri var. İdmançılar finala məşqsiz çıxırlar. Tatamidə hər kəs özü və vətəni üçün mübarizə aparır. Və budur, final görüşü başlayır. Nihat Ağayev görüşün elə ilk saniyələrində Sumi Qayeşi fəndi ilə Vazari xalı qazanaraq önə keçir. Göy kimonodakı Rzazadə öz fəndini işlətməyə çalışır və az qala rəqibini ippona salacaqdı. Günün ən maraqlı və gərgin görüşüdür. Mübarizə yaxın məsafədə davam edir. Göy kimonodakı Rzazadə fənd işlədərək Yuko xalı qazanır. In the